sağlam psixoloji dayanıqlıq insanların hisslərini, duyğularını bastırmadan bildirmək, amma nəzakət qaydalarını pozmadan. Sizin Əla. sözünüzə qüvvət. Yəni olduğumuz yerin o qaydaları pozmadan öz sərhədimizi, öz emosiyalarımızı, hisslərimizi bastırmadan rəyimizi bildirə bilərik və təbii ki, qarşı tərəfə orada bir özümüzün sərhədin olduğunu söhbətimizin əvvəlində bildirdiniz ki, zəiflik var. Məsələn, söz fikrin bildirməyəndə yerində sanki bir status kimi adamın üstünə gəlir ki, bu danışmayandır. Bu nəsə olsa dayanacaq. Amma cəmiyyətdə də belə bir çox danışan adamdan, haqqın tələb eləyəndən biraz çəkinirlər ki, bu sözün deyən adamdır. Belə bir şey var axı, qaçırlar. Bunu danışdırmayın. Amma insan var ki, nəsə olur, susur, danışmır. Deyirlər ki, sakitdir, səbirlidir və ondan başqa cür istifadə edirlər. Amma məncə də elə o nəzakət qaydalarını pozmadan sərhəddimizi bildirmək, fikrimizi bildirmək qarşı tərəfə də və özümüzə də o özgüvənimizə daha yaxşı müsbət təsir eləyir.